44-cü, yox, 45-ci tapşırığa baxırıq. Deməli, düzgün variantı seçməliyik. Правильно düzgün выберите seçməkdə seçin. Yəni, vчера вечером mama позвонила. Deməli, dünən axşam ana zəng etdi. Baxırıq kimə? Bizdə sual olur. Kimə? Ruslarda olur. Mama позвонила кому? Canlıda çemu, cansızda kamu çemu, dательный падежdə. Necə olur? Baxırıq. Həkimə zəng etdi. Vraç kişi cinsindədir. Ona görə də biz bilirik ki, olacaq mama позвонила врачу. İndi bunda daha istəyirəm ətraflı danışım. Baxın. Deməli, друг dostdur. Ana zəng etdi dostuna. Mama позвонила mənim dostuma. Моему другу. Kişi cinsi olduğuna görə u şəkilçisi olur. Rəfiqəsinə zəng etdisə, mama позвонила qadın cinsində dательный падежdə кому, чему e şəkilçisi alır. Mama позвонила sestре, подруге. Görürsüz, учительнице, yəni qadın cinsi olduğuna görə e şəkilçisi alır. Tak, indi bunun cəminə baxaq 46-cı tapşırıqda. Vчера мы подарили. Dünən biz hədiyyə etdik gözəl güllər kimə? Qadınlara. Burada qadınların cəmi женщины мы подарили кому? Bunun da şəkilçisi olur am-yam. Женщинам. Мы подарили женщинам, qadınlara, dostlarımıza, друзьям, подругам, yəni ki, cəmi şəkilçisi am-yamdır, dательный падежdə.